bir dava düşsün. Orada Kürdlərə azadlıqla cavab verməyə ki, orada o tədbiri keçirtməyə fikirləşirdi ki, şayət millət onlara hücum eləyə və millət Azərbaycanlılar onlara hücum eləyə və bir orada döyüş düşə və orada bir dava qalxa və Kürt-Türk davasının startı vurula. Amma hakimiyyət bunda cad olmadı. Hakimiyyət əgər bilsəydi ki, Azərbaycanlılar onlara əksül əməl nişan verməyəcək, qətiyyətlə heç bu tədbiri də icazə verməzdi ki, onlar orada görsün. Amma ikinci, niyə Azərbaycanlılara bu cür qarşı çıxırlar? Ona görə Azərbaycanlılara qarşı çıxırlar. Azərbaycanlılar Kürt deyil. Azərbaycanlılar İranın hər tərəfində huzurları vardı. Tək Kürdistanda, o qərbidə, məsələn, tək-tük və əlbəttə bəzi yerdə, məsələn, Sənəndə, Kirmanca, bəli, bunlar Kürddür, bunları cat vardı. Amma Azərbaycan olan qismətlərində... Ali Süleyman Zopra, əgər iddiaya torpaq eləyən millət olsa, gənə bizik. Səndən nə diski dedin? Bəhsi odur. Bizim tarixi torpaqlarıdırlar. İddiaya torpaq eləmək büyünlərimizi biz gedib orada açışa, burada açışa şey var, səndən bizim idi, niyə bağışlayıb sükürdə. Hala ondan irəli o torpaqlarımıza sahiblanıblar, heç gəliblər büyünlərimizi Azərbaycanın o qəlbində, ürəyində demək olar miting keçirdirlər ki, bura Kürdistandır. Düzdür. Gənə də ərz edirəm ki, İranda hər hadisə baş versə, qətlən Azərbaycanlıların nəqşi birincidir. Yəni İranda bu son 100 ildə ki, hadisələr ki düşübdür, o hadisələrin hamısında Azərbaycanlıların çox böyük nəqşi olubdur. Azərbaycanlılardır ki, İranın mərkəzi Tehranda 70%, 80% Azərbaycanlılar cəmiyyəti, o cəmiyyəti təşkil verir. Babək bəy, xoş gəldiniz. Bayramınızda mübarək olsun. Bayramınızda mübarək olsun. Sayın Babək bəy də bizə dostlarımıza söz verdiyimiz kimi Sayın Babək Bəxtəvər cənabları siyasi fəal, çox aktiv və dəyərli, ancaq bildiyiniz kimi rəhmətli Sayın Çancı Bəxtəvər cənabların yadigarı olub və çox çalışkan bir ziyalımız. Sayın Babək Bəxtəvər, sizi çox xoş gördük. Novruz bayramını təbrik edirik. Buyurun, elə dirək bugünkü konumuza keçək. Bugünkü olay, bugünkü tarixi bir ittifak. Gördüğünüz kimi Urmuda Azərbaycan Türk milləti xiyabanlara axındılar və öz etirazın rejimə, opozisyona, Kürt teröristi qruplara necə göstərdilər və illər boyu məncə sakitlikdən sonra birdən nə oldu, nə olay baş verdi, nə ittifak düşdü. Bu Türk xalqı bu yuxudan oyanıb və belə bir tarixi yaratdılar. Çox sağ olun Araz bəy. Mən ilk öncə həm sizi, həm Əli bəy Süleymanı salamlayıram və bu vasitə ilə Güney Azərbaycanda, bütün Azərbaycanda əziz soydaşlarımızı Yeni Yaz Bayramı münasibəti ilə təbrik edirəm. Təbii olaylar, bilirsiniz Azərbaycan sülhsevər millətdir, Türk milləti və qonaqsevər millət olubdur. Bizim millət heç vaxt qucağı açıq olubdur. Düzdür, bunun kötəyin yiyibdir tarix boyu, amma üzü açıq olubdur. Burada da hamımız bilirik ki, oradakı Kürd yaxud Asuri, başqa millətlərlə Qərbi Azərbaycanda, ya sən Azərbaycanın hər bölgəsində bir problemi yoxdur bizim millətimizin. Yəni, amma təəssüflə mən doğrudan üzülərək bunu deməliyəm ki, bu Kürdləri indi millət olaraq demirəm, amma bunların əsasən siyasi partiyaları deyim, qüvvələrini deyim, bunlar əsən elə bir ki, maşa olmağa adət eləyiblər. Bilmirəm, bu niyə bir gələnəkə çevrilib, nə cür bir şeydir? Kürt terrorizmi də, Babək bəy, Kürt terrorizmi desək ki, yaxçıdır. Siyasi təşkilatlarla bizim heç problemimiz yoxdur. Hə, yox, terrorizmi də indi və hər hal terrorizmin də bir siyasi nümayəndəsi var da. İndi məsələn PKK deyilir orada. Bilirsiniz Əli bəy,
Mən istəmərəm heç mən də razı deyiləm. Bilirsiniz kim istər ki, baxın, məsələn millət savaşlarda qan tökülür, günahsız insanlar ölür. Kim istəyir ki bu olsun? Nə siz istəyirsiniz, nə mən, nə heç bu Azərbaycan hərəkatının ən sağ belə radikal millətçisi də onu istəməz. Kim istər ki uşaq ölsün? Ya məsələn qadınlar ölsünlər. Heç kəs bunu istəməz. Amma bunlar baxın bir cümlədə desəm Azərbaycanın səbr kasasını daşdırdılar. Bəli. Açığı deyim sizə. Yəni bu millət həqiqətən istəmirdi. Çoxları ilə hətta danışanda, deyəndə bu Qərbi Azərbaycanın özündə deyirlər, əşi, qonaqdılar, gəliblər, bizlə yaşayırlar. Yəni heç vaxt istəmirlər. Gör nə bir yerə çatıb ki, artıq bu, baxın bir dənə özəlliyi ki bunun vardı. Burada heç axı çox milli qüvvə də çox şeydir. Burada Urmiyənin adi cəmaatı, Türk milləti artıq bundan narahatdır. Və bu bir dənə Kürd aktivistinə, Kürd siyasi cəryanları deyim, terror örgütləri deyim, nəyi deyim bilmirəm adını. Və doğrudan böyük uğursuzluq və böyük bir dönüş nöqtəsidir, yəni həqiqətən. Bu da bir cümlədə deyim ki, baxın, real baxmaq lazımdır məsələyə. Burada mən bayaq bir dənə də video göndərdim sizə. 15 dəqiqəlik video hazırlamışım. Fars dilində mən onu hazırladım. Bəlkə də çox azaraq hallardadır ki, mən fars dilində məcbur oldum onu fars dilində yayam və orada da yazdım. Dedim, bunu həqiqən iki qüvvəyə görə farsı dilində. Bir, İranda mərkəzdə oturan İran şəhri və Cumhur İslaminin sipahı, İttilat Sipahına, İttilat Sipahı və Toğusa tələb Kürd qüvvələrinin, yəni qüvvələrinə xitab olaraq qeyri-türk dilində, fars dilində yayınladım və orada xitabım olardı. Baxın, burada Cumhur İslami əsas hədəfi İranda millətlər məsələsindən xüsusən də 3 millət, bax, fars, türk, kürd, bunlardan bir-birinə paşnaşil düzələrək bunların arasında, opozisyonda bir dənə bərayəndə sıfır istəyir düzədə. Ki, yəni özü bir həzinə vermədən elə bunları bir-birinin qarşısında kullanaraq özünü qutarsın bunların. O üçü, təbii sən bir nəfər 3 nəfərə qarşı vuruşasan, bir nəfər elə üçü düşə bir-birinin canına. Bir-birini məhar eləyir. Kürd məsələsi ilə, Kürd sorunu məsələsi ilə, Kürd milləti ilə əslən burada söhbət yoxdur. Hər millətin öz dilində, öz toprağında, öz yerində haqqı, hüququ məhfuzdur. Bu hüquq insanıdır. Bu fərq etməz Kürd olsun, Türk olsun, Erməni olsun, bilmirəm, Fars olsun, hər kəs. Burada söhbət azğınlıqdan gedir. Onun bunun toprağına... Babaş bəy, üzrlü salman sözlə girəcəm. Burada çox önəmli məsələyə siz işarə elədiniz. Mən elə bayaqlarımda siz olmadan qabaq bunu dedim. Tarix boyu mənim yadıma gələndən elə bu oldu ki, biz elə ağzımızı açdıq, danışaq Kürdün təhlükəsini deyək, təfriqə yaratmayın, sakit olun, yox, belə bir şey yoxdur. Maalesef biz tərəfdən belə oldu, amma Kürdlər elə işlərin qabağa apardılar. Kürdlər həm siyasi qrupları, təşkilatları işlərini gördü və bizlər, dediyim kimi, bayaq dedim, millət vəkili adını qoymuram, dövlət vəkili biz tərəfdən getdi məclisə, Kürdlərdən millət vəkili getdi. Getdi onların sözlərin və başqa irəli qabağa getməklə bizim torpaqlarımızı Kürdistan, hətta Sayın Əli Süleymanı zarafat edir. Buradan bir dənə nümayəndə gedəndə, bir dənə ustandar gedəndə tarixdə səbt olunur. Filan tarixi burada bir dənə ustandar Kürd gedibdi və burada bir zaman Kürdlər yaşayırmışlar. Bunlar bir dənə savaş idi, Kürdlər bizə tərəf apardılar və bu necədən müvəffəq olmuşlar maalesef. Böyük olay baş verdi. Hakimiyyətin də rolunun siz... Əlbəttə hakimiyyətin rolu var. Əlbəttə hakimiyyət bu işi bilə-bilə görür. Mən sadəcə o Sayın Babaş bəyin sözlərinin ardında dəstək olaraq bunu dedim. Buyurun Babaş bəy. Doğru, hakimiyyət bu işi. Sağ olun. Ya doğrudur. Baxın, elə ona görə deyirəm ki, mən tamamilə, biz burada baxın, bir dənə bir məsələ istəyirəm deyəm. Mənə dünəndən siracına, xüsusən bu Novruz bayramını ki, orada gəldilər, tutdular, Kürd azınlığı gəldi, tutdu. Ondan çox mesajlar gəlir, içərdən, eşikdən və bir gərginlik vardı. Biz əvvəl gərək bir daha məsələ, mən hamıya deyirəm, buradan da üzümü tuturam bütün güneydə və xaricdəki olan milli fəallar. Baxın, biz böyük millətik və çox da güclüyük.
Zəiflərimiz ola bilər. Bu gün Cümhur İslami iftixar əməli keçirib əlinə, güc onun əlindədir. Bir məsəl vardı, çox pisdir, onu istəmirəm deyəm. Deyirlər ki, nəyisə bağlayıbdır, nəyi açıblar. Təəssüflə Qərbi Azərbaycanda və İranda ümumiyyətlə hakimiyyətin üçün iftixar əməl əlindədir, hökumət şeydədir. Türk unsurunu dörd tərəfdən tutublar, qarşı tərəfində istər İran şəhri olsun, istər bu Tosa tələb Kürt qüvvələri olsun. Bunları açıblar və Azərbaycanı provokate edirlər. Burada biz üstün mövqedən yanaşmalıyıq məsələyə. Xüsusən bu son illərdə Qarabağ, 2-ci Qarabağ savaşından bəri bölgəsəl dəyişimlər və kürəsəl geopolitik və xüsusən bölgəsəl geopolitik dəyişimlər Dünya Azərbaycan Milli Hərəkatı və ümumiyyətlə Azərbaycan Türk millətinin xeyrinə dəyişibdir. Özellikle bu son 100 ildə, son bir ildə baş verən hadisələr, Suriye'də xüsusən baş verən hadisələr ki, orada Bəşar Əsədin çöküşü ilə Cumhur İslami Hilal-i Şiini orada utussa, yani şey olsa, Azərbaycan Milli Hərəkatı orada o elə bu Kurdizm ya Böyük Kürdistan sevdasında olan o qüvvələrin zəifləməsi ilə də bir xal qazanmış oldu. Yani biz ona göre burada çalışmalıyıq ki, çok önemlidir ki biz hatta rəqiblərimizə, düşmənlərimizə qarşı da diplomatik ədəbiyyatdan istifadə edək. Mən indi baxıram, biraz gedirəm kanallara və bu təkcə mənim söhbətimdə elə mən bu dəqiq bir saat olmaz. Çox dəyərli insanlarla da bəziləri tanıyarsınız, adlarını çəkmə danışırdım ki, çox mənə təkid elədilər ki, bunu deyək ki, biz ədəbiyyatı ki kullanırıq, İran şəhrinin ədəbiyyatı, yaxud o radikal Kürt terrorizm dediyim ədəbiyyatı olmamalıdır. Biz elə eləməməliyik ki, haqlı olurkən haqsız duruma düşək. Bu günlərimdə danışıqlarımızda, təhlillərimizdə dəqiqən bunu göstərməli ki, Cənab-ı Cümhur İslami, İran şəhri, pan-İranizm, biz çox gözəl bilirik ki, siz Qərbi Azərbaycanda bu sizsiz ki, Kürtləri təhrik edirsiniz, gətirirsiniz orada Novruz bayramı keçirirsiniz. Novruz bayramında sorun yoxdur, Kürt də gəlsin keçirsin, Ermənisi də gəlsin, kim gəlir gəlsin keçirsin. Bu bir dənə şənlikdir, niyə keçirməsin ki? Biz millətin hökəsini şənliyini istəyirik. Ancaq mən sorun buradadır. Əcəba necə olur? Həman bu Novruz bayramıdır da, sən demirsən, bu Kürdistanda, Sənəndəzdə qədəğən olur. Orada icazə vermirsən mücəviz. Özdə Kürdlər orada çoxunluqdurlar da, öz yurtlarıdır. Sən orada icazə vermirsən, gətirirsən bunu Azərbaycan qərbidə, Urmiyədə ki, bunlar azınlıqda da bunlara verirsən mücəviz geçsin şadlıq eləsin. Yaxşı, gözəl elədin, onu da ver. Və nəcür olur? Burada bu Türkləri ki, Azərbaycandadılar, həman gedirlər, istəyirlər, mücəviz alsınlar ki, bu Novruz bayramının cəhsini tutsunlar. Həman yerdir, həman Urmiyədir. Bunlara sən mücəviz vermirsən. Bax, sorun burada yaranır. Hətta Farslara da izin verirlər. Bütün ölkədə düşübdür bu oruçluq aylarına. Deyirlər, ay, din, iman əldən getdi. Heç kəsə imkan vermirlər çıxsın. Bu paradoks burada göstərir ki, burada bir mərzlıq vardır. Burada bir hədəf var. Burada bir provokasyon söhbət var. İndi bunlar o xəbərcən bəsidir məsələnin. Amma nədən bu işi görür? Bunlar çox önəmlidir. Biz rişələrə gedək. Cumhur İslami bölgədə Hilal Şiiri o məsələ gəlib qabağa. Sonra istədi Ələvilərlə Kürtlərin məsələsini ələ alsın PKK vasitəsilə Suriyədə ixlal yaratsın ki, bir növ həm Türkiyəni dəngələsin bölgədə, həm Suriyədəki katlarını itirməsin. Bunların hər ikisində uğursuz çıxdı. Burada uğursuz çıxaraq bu hadisəni bu anda gətirib Qərbi Azərbaycanda, özdə hələ də Urmiyədə bu şiddətlə o Zindəşdi, o Aram Simitkodu, Kürt mamustaların vasitəsilə qabağa aparmaqda iki hədəfi var. Əsli hədəfi ki, budur ki, ümumiyyətlə Trump gələndən bu yana ki, İrana qarşı iki məsələ önə çıxıbdır. Bir, o ehtimalı indi az da olsa həmlə-i nizamidir, hərbi hücumdur. Bir də ki, o sanksiyaların tətbiq olması ilə ola bilsin ki, etirazlar dalğaları baş versin içəridə. Və buna senaryolarla ki, hazırlıq aparır. İndi burada Qərbi Azərbaycanda bu işi görməli, iki hədəfi peşindədir. Biri budur ki, istəyir Türkiyə bir gözdağı versin ki,
mümkündür sən gedəsən PKK ilə anlaşasan ki, məsələn silahları buraxsın. Eləyə bilərsən ki, məsələn Amerika ilə birləşib məzlum Kubanidir, o nədir, Əbridir, o Kürdlərin başçısı orada. Onu oturdasan masa başında Əhməd Şər ilə və onları xəlislah eləyib orada şey deyəsən. Ancaq mən eləyə bilirəm həman Kürd kartı ilə sənin şərqi mərzləri, sərhədləri naim eləyəm. Bu bir məsələdir ki, dişdir, dırnaqdır ki, şeyə göstərir, Türkiyə göstərmək istəyir. İkinci məsələ Azərbaycan məsələsi nədir ki, Azərbaycan Milli Hərəkatı və Azərbaycanın türk millətinədir ki, əgər siz müxalifətə, opozisiyona yaxınlaşarsınız, yaxud istərsiniz ki, Cumhur-İslamiyi devirəsiniz, Mənim də mən Kürt kartını oynaram, sizə orada yeni bir Qarabağ, Xocalı yaşadaram. Bəli. Və bu kartı gəlir İttilat-ı Sipah və onun əlaltı olan orada Aram Simitkodur, bu Qəsim Usmanidir. Bütün bunlar ki, keçən il o mühəndis olmuş o saxta seçkilərindəki gəldilər. Heç orada Azərbaycan milləti də geçsəydi sandığa, yine də oradan 2 dənə Kürt sadarlardır. Çünki bu hədəfi qoymuşdular. Bu da Azərbaycana cəzalandırma idi. Xamenei keçən il orada danışanda Təbrizdə bir dənə söz dedi. Bunu hamı xatırlasın. Cümləyə farsça deyib tərcümə edəcəm. Təbrizdə danışanda Xamenei bir cümlə dedi. Dedi, Azərbaycan əgər az hüviyyət İrani İslamiyə xود دور şəvəd, sili möhkəmi xواهد خورد. Azərbaycan, yəni əgər İranı hüviyyət də bunların bəllidir də Fars hüviyyətindən uzaqlaşırsa, siliyəcək. Onun düz ardınca, çünki keçmiş o etirazlarda biraz Azərbaycan aktiv olmuşdu qadın yaşama azadlıqda, həman sillini yumuşaq şəkildə Urmiyədə, Qərbi Azərbaycanda Kürt kartını oynayaraq Azərbaycana vurdular. Amma ardınca o rəisin getməsi ilə Pezeşkiyan məsələsi gəldi ortaya. Orada da göstərdilər ki, istəyirlər Azərbaycan məsələsini opozisiyondan ayırmaqla, fasiləni qəfi çoxaltmaqla bir az o şikafları, etniki şikafları özlərinə bir fırca alsınlar. Nəfəs almaq üçün gətirdilər. İndi burada bizim rolumuz nədir? Biz burada necə opozisiyonla biz getiririk qabağa, görürsünüz vəziyyəti. Opozisiyon iki unsurun üstündədir. Nasionalizmi Kürdü və Farsin üzərindədir. Həqiqət. Bunların ən böyük verdikləri şey millətlərə bütün o çaxnaşmalardan sonra gəldi oldu mənşur-i məhsa. Mənşur-i məhsada da ən minimal istəklər ki, millətlərin hüququn təmin edər və federalizmi heç ona işarət olmamışdı. Hələ buna baxmayaraq, məsələn, tamamiyyət ərzi qoymamışlar filan, nə qədər etirazlar oldu. Tez içəridən Bərayə İran adında bəyanat verdilər. Və bu göstərir ki, opozisyon heç ünvanda mərkəz opozisiyonu, Fars opozisiyonu millətlərin bərabər eşit hüququna qail deyil. Xüsusən əgər bu opozisyon və millət türk olursa, Pezeşkiyanı pan-türkist adlandıran opozisyondan sən nə gözləyirsən? Allahın Pezeşkiyanını yaxud bizim Mirxabəyin, məsələn, indi bizim ən mülayim qanatlardan elə biri Əli bəy Süleymanlıdır ki, məsələn, o deyirlər ki, eşit olsun, ya məsələn, Azərbaycan Demokrat Partisi də gedirlər, danışırlar. Bunlara pan-türkist deyirlər bunlar. Yəni, orada bizim İstiqlal Partiyası ilə Əli bəy Süleymanlı'nın bunlara fərqi yoxdur. Fərqi yoxdur. Federalist ilə istiqlalçının heç fərqi yoxdur. Bunlar federalizmi ilə dəqiqən elə separatizm görünür. Azərbaycan kəlməsi hər kim ağzına gətirir, o pan-türkistdir. Dəqiqən, çox gözəl vurğularsın. Mən ona görə də bir dənə də parantez açım. Öz millətimizin içində bu istiqlal federal bir-birinin üzələşəndə deyəm, kişi nə olaq, siz niyə burada bir-birisi? Federalçı kesin danışın, qoy elə federal məsələsini ataq fasların içinə, mərkəzinə, qoy onlar bir-birini qırsın. Biz niyə bir-birimizə üzləşirik burada? Zaten onlar bizim federalçımızı da, istiqlalçımızı da təzyiq bilirlər. İndi burada İkisini də biz niyə bəddava ediyoruz? Deyir, federal istəyir, çox da gözəl, qardaş, buyur, get al. Mən neçə dəfə bunu demişəm. Əslən də narahat dərim. Kimlə istəyirsiniz yeni danışın? Hizb çəp ilə istəyirsiniz danışsın, rastla danışın. Bilmirəm, hər kimlə istəyirsiniz danışın. Çünki mən bilirəm, deyir, şeyx mənimdir, kəramətinə bələdəm də, qardaşım. Bunlar İranı kullan fas bilirlər. Haq tanımırlar.
Və təəssüflə Kürdlər, mən bilmirəm hansı əqli siyasi ilə bunlarla işbirliyi eləyirlər. Azərbaycan əgər məsələ-i milliyyətlərdə olmasa, mən bunu farsça da yazmışam. Kürdistana bunlar 5 qarış torpaq verməzlər. Heç federal da verməzlər. Əgər İranda federalizm istəyir sağlaya Kürd, gərək Azərbaycanın yanında durar. Azərbaycan və Türk milləti olmasa İranda heç o federalizm var. Bu demək deyil, mən federalizm Dağıstanım, ya istəyirəm, ya istəmirəm. Onu millət qərar verəcək. Biz söhbət edirik burada. Bunlar düşüblər bir dana nifrət və yaxlarımı danışdığım söhbət var idi farsçada. Ən böyük digər setiz elə farslardan sonra bu Kürdlərdir. Əmələn bunlar hər kəsdən ki tələbatları vardı Orta Doğuda Türklərin üstünə. Türkiyədə də əgər haqlar, əgər bunlardan pozulmuş olsa, gəliblər Azərbaycandan istəyirlər, intiqam alsınlar. Bizləri qarşı çıxırlar məsələdə. Odur ki, bu əsli məsələdir ki, mən bunu deyim, burada çox vaxtınızı almayayım. Burada Cumhurbaşqanı bu kart kimi kullanır ki, baş naşir yaratsın, Azərbaycana desin ki, siz də mən Xocalı yaradarım, filan edirəm. Bəli, Azərbaycan milləti büyüyə kimi, xüsusən daxildəki fəallar cəbbi çox gözəl şinasayı ediblər. Fars opozisyona deyir ki, mən burada keçmişdəki kimi 57 inqilabı kimi, İslam inqilabı kimi və məşruta kimi gəlib özümü oyuncaq eləməyəcəm. Sən oyuncu qurmuram. Dəqiqən Sayın Babaş bəy, çox önəmli məsələ işarələrdir. Sizdən öncə Sayın Ali Süleymanov tərəflərdə çox önəmli məsələ işarələrlər. Bugünkü bir bu aksiyada etiraz aksiyası qoyaq, bilməm, torpaq sahibliyini ancaq sahib çıxmağımızı yenidən özümüzü açıb göstərmək adını qoyaq. Böyük bir mesaj buraxdı. Bu mesaj həm rejimə idi, həm Kürt terörist qruplarına idi, həm opozisyonadır ki, bunlar hamısı bayaq siz də sözlərinizdə dediniz ki, bunlar hamısı tökülüblər Azərbaycan millətini, Azərbaycan torpaqlarını üstə və bizlə mübarizə edirlər. Diqqət ederseniz, opozisyon kütlərdən niyə bu günlərimizi kullanır, niyə dəstək edir? Axı Kürdün mərkəziyyətdə nə qüdrət olacaq? Kürd Tehranda gedib nə savaşacaq? Elə əgər qərar olaraq Tehranda savaşa Türküdür. Çünki mərkəzdə, orqanlarında, elə içində, hər yerdə Tehranda gənə çoxunluqda türklərdir. Diqqət edin, bunlar hamısı, o mücahidlər hamısı gəliblər, bütün zoom ediblər Türkün üstünə. Bugünkü aksiya, əlbəttə Ali Süleymanov tərəfindən sizdən sual ola bilər, mən bu sualı soruşum. Çünki siz də bir işləmişsiniz, bəlkə zamanı o qədər olmayıb bizlə qalarsınız. Hər zaman istəsəz, Sayın Babaş bəy, elə bilərsiniz proqramı. Deyərsiniz, zaten vaxtım tutuldu, gedərsiniz. Mən bilirəm.